Test toplusundan biz bugün antonimlər mövzusuna baxacağıq. Birinci test tapşırığında strange-in sözü möhkəmləndirmək deməkdir. Onun antonimi isə weak-in zəiflətmək deməkdir. Digər variantlar isə düzgün deyil. Məsələn, expand genişləndirmək, broaden burada yenidən genişləndirmək mənasında, weaken oya qoyanmış, toughen isə sərtləşdirilmiş mənasında işlənir. İkinci test tapşırığında praised tərifləmək, diligent isə çalışqan deməkdir. Diligent çalışqan mənasını ifadə edir, müsbət mənalı bir sifətdir. Biz negativ, inkar, yəni mənfi mənada işlənən bir sifət tapmalıyıq. Məsələn, clever ağıllı deməkdir, düzgün deyil. Hardworking-in özü çalışqan deməkdir, düzgün deyil. Late, gec, antonimi deyil. Absent-minded, huşsuz antonim olaraq işlənə bilməz. D variantı düzgündür. Scolded sözü danlamaq deməkdir. Ona görə də praised sözünün antonim kimi işlənir. Daha sonra üçüncü test tapşırığına baxırıq. Cowardly sözü qorxaq deməkdir. Onun antonimi isə brave, cəsur deməkdir. İndi isə dördüncü tapşırıqda invaded işğal etmək mənasını verir və azad etmək mənasında A variantı düzgündür. Digər variantlar isə sinonim kimi işlənir. Beşinci test tapşırığında arrival gəliş, gediş isə departure olacaq. Altıncı test tapşırığında in written form yazılı forma. Bunun antonimi isə şifahi forma, yəni orally olacaq. Yedinci test tapşırığında behind arxasında, far from uzaq, after sonra, among arasında, opposite əks istiqamətdə, ahead of isə qarşısında deməkdir. Mild sözü mülayim deməkdir, severe sözü isə sərt deməkdir. Digər variantlar isə uyğun gəlmir. 9-cu test tapşırığında stout, a young stout man, yəni kök adam. Bunun antonimi isə sin olacaq. Arıq, incə, zərif mənasında. Məsələn, tall, hündür, shy, utancaq, handsome, yaraşıqlı, fət, kök mənalarında antonim olaraq işlənə bilməz.